Azad Azərbaycanla Dövlət Vergi Xidmətinin birgə layihəsi olan İqtisadi Zona verilişi efirdədir. Studiyada Günel Bəhram qızıdır. Hər vaxtınız xeyirli olsun, hörmətli tamaşaçılar. Azad Azərbaycanın iqtisadi zonasında xoş gördük hər birinizi. Gerdə qoyduğumuz həftənin iqtisadi yekunlarından xəbər tutacağıq. Həftənin iqtisadi mənzərəsi ilə qısaca tanışlıqdan sonra. Yaşa görə müavinətin artırılması təklif olunur. Bu məbləğ yaşayış minimumuna çatdırıla bilərmi? Əmək haqqına vergi güzəştləri tətbiq olunandan bəri əmək müqavilələrinin sayı yarım milyon ədədə yaxın artıb. Dövlət Vergi Xidməti təşviq əsaslı vergi siyasətinin əmək bazarına təsirini açıqlayıb. Gələn ildən ölkəmizdə də faizsiz bankçılıq tətbiq oluna bilər. İslam maliyyəsi hansı şərtlərlə işləyir? Köhnə maşınların utilizasiyası proqramına maraq necədir? Layihə başlayandan nə qədər insan köhnə avtomobilini təhvil verib? Birazdan. Azərbaycan Londonda hava limanına sərmayə qoyub, dövlət büdcəsinə vergi daxil olmalarında artım baş verib. Dövlət Vergi Xidməti proqnozu artıqlaması ilə yerinə yetirib. Həssas qrupdan olan insanları işə götürənlərə dəstək veriləcək. Dövlət Məşğulluq Agentliyi müsabiqə elan edib. Təfərrüatları İqtisadi Gündəm rubrikasında. Azərbaycan Dövlət Neft Fondu Amerika Birləşmiş Ştatlarında yerləşən və BlackRock'un tərkibinə daxil olan Global Infrastructure Partners investisiya şirkəti ilə tərəfdaşlıq çərçivəsində London Gatwick hava limanına 50 milyon funt sterling investisiya edib. Böyük Britaniyanın ikinci ən işlək hava limanı olan London Gatwick hər il 40 milyondan artıq sərnişinə xidmət göstərir və 2024-cü ildə sərnişin dövriyyəsinə görə Avropanın ən işlək 10 hava limanı sırasında yer alıb. 2025-ci ilin yanvar-sentyabr aylarında İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xətti ilə dövlət büdcəsinə 12 milyard 455,8 milyon manat vergi daxil olub, proqnoza 105,2% əməl edilib. Ötən ilin eyni dövrü ilə müqayisədə daxil olmalar 3,5% artıb. Qeyri-neft qaz sektorundan daxil olmalar ötən illə müqayisədə 9% artaraq 9 milyard 173,2 milyon manat olub. Ödənilən vergilərin 73,6%-i qeyri-neft qaz sektorunun, 26,4% isə neft-qaz sektorunun payına düşüb. Sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən şəxsləri işə götürən sahibkarlara bu iş yerlərinin yaradılması xərclərinin 75%-ni Dövlət Məşğulluq Agentliyi ödəyəcək. Qurumun bununla bağlı elan etdiyi müsabiqədə kənd təsərrüfatı, emal sənayesi, topdan və pərakəndə ticarət avtomobillərinin təmiri, yaşayışın təşkili və ictimai iaşə, istirahət, əyləncə və incəsənət sahələrində fəaliyyət göstərən özəl şirkətlər iştirak edə bilərlər. Əmək haqqına vergi güzəştləri tətbiq olunandan bəri əmək müqavilələrinin sayı yarım milyon ədədə yaxın artıb. Dövlət Vergi Xidməti təşviq əsaslı vergi siyasətinin əmək bazarına təsirini açıqlayıb. Birazdan. 2025-ci ilin yanvar-sentyabr ayları ərzində ölkə ərazisində pərakəndə ticarət və ya iaşə fəaliyyəti göstərən şəxslərdən alınan mallara teatr tamaşaları, film nümayişi, muzey ziyarəti və simfonik orkestrın konserti sahəsində göstərilən xidmətlərə görə, habelə göstərilən tibbi xidmətlərə görə ödənilən əlavə dəyər vergisinin 140 milyon 216 min manatı istehlakçılara geri qaytarılıb. Xarici vətəndaşlara ölkə ərazisində aldıqları mallara görə qaytarılan əlavə dəyər vergisinin, yəni tax-free-nin məbləği isə 7 milyon 928,2 min manat təşkil edib. ƏDV geri layihəsi çərçivəsində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınan yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilən ƏDV-nin qaytarılan həcmi isə 22 milyon 670 min manat təşkil edib. Dövlət Vergi Xidməti tərəfindən ölkədə yeni nəsil nəzarət kassa aparatlarının tətbiqi istiqamətində də işlər davam etdirilir. İndiyə qədər ölkə ərazisində 108.631 ədəd yeni nəsil nəzarət kassa aparatı quraşdırılıb. Bu proses hesablaşmaların daha şəffaf aparılmasına, malların qanunsuz dövriyyəsinin qarşısının alınmasına və dövriyyəyə nəzarətin təmin edilməsinə imkan yaradıb. Cari ilin yanvar-sentyabr ayları ərzində yeni nəsil nəzarət kassa aparatları vasitəsilə qeydə alınan dövriyyə 20 milyard 126 milyon manat olub ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 12,7% çoxdur.
yaşa görə müavinətin artırılması təklif olunur. Bu məbləğ yaşayış minimumuna çatdırıla bilərmi? Birazdan. İş yerlərinin rəsmiləşdirilməsi, əmək münasibətlərində şəffaflığın təmin edilməsi və əmək haqlarının ağardılması məqsədilə həyata keçirilən təşviq əsaslı vergi siyasəti əmək bazarına müsbət təsirini göstərməkdə davam edir. Bu istiqamətdə atılan addımlar xüsusilə də qeyri-neft sektorunun özəl bölməsində məşğulluğun artırılması və əmək haqlarının leqallaşdırılması baxımından mühüm nəticələrini verib. Dövlət Vergi Xidməti bununla bağlı rəqəmləri paylaşıb. Qeydiyyatda olan kommersiya qurumlarının sayı isə 200 mini keçib. 2025-ci il oktyabrın 1-nə əmək müqavilələrinin sayı 2019-cu ilin əvvəli ilə müqayisədə 466.613 vahid artıb və 1.868.528-ə çatıb. Oktyabrın 1-nə qeyri-neft sektorunun özəl bölməsində əmək müqavilələrinin sayı 1.011.208 təşkil edib. 2019-cu ilin əvvəlindən indiyədək bu sektorda əmək müqavilələrinin sayı 471.286 vahid və ya 87,3% artıb. Ümumi əmək müqavilələrinin 54,1%-ə yaxını qeyri-neft sektorunun özəl bölməsinin payına düşüb. 2025-ci ilin 9 ayında qeyri-neft özəl sektorunda qeydə alınmış 28 min artımın əsas hissəsi xidmət, ticarət və tikinti sahələrində müşahidə edilib. Əldə olunan nailiyyətlər Azərbaycan iqtisadiyyatının post-neft dövrü üçün dayanıqlı və inklüziv inkişaf modelinə keçidini sürətləndirir, qeyri-neft sektorunun özəl bölməsində dayanıqlı məşğulluğun təmin olunmasına xidmət edir. Bu dövrdə qeydiyyatda olan kommersiya qurumlarının sayı da artıb. 2025-ci il oktyabrın 1-nə Respublika üzrə uçotda olan 1.653.132 vergi ödəyicisinin 86,9%-i fiziki şəxs, 13,1%-i hüquqi şəxs və digər təşkilatlar olub. Ötən ilin müvafiq dövrü ilə müqayisədə vergi ödəyicilərinin ümumi sayı 4,8%, fiziki şəxslərin sayı 4,5%, hüquqi şəxslərin sayı isə 7,2% artıb. Oktyabr ayının 1-nə qeydiyyatda olan kommersiya qurumlarının sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə 7,8% artaraq 200.806 vahid təşkil edib. 2025-ci ilin yanvar-sentyabr aylarında 10.724 vahid kommersiya qurumu dövlət qeydiyyatından keçib ki, bunun da 88,5%-i yerli investisiyalı, 11,5%-i xarici investisiyalıdır. Dövlət qeydiyyatında olan kommersiya hüquqi şəxslərin 91,9%-i məhdud məsuliyyətli cəmiyyət, 1,1%-i səhmdar cəmiyyət, 1,1%-i kooperativ və sair formalarda yaradılıb. Kommersiya qurumlarının 85%-i elektron qaydada qeydiyyata alınıb. Yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətlərin elektron qeydiyyatının xüsusi çəkisi isə 96,3% təşkil edib. Köhnə maşınların utilizasiyası proqramına maraq necədir? Layihə başlayandan nə qədər insan köhnə avtomobilini təhvil verib? Birazdan. Bu il Azərbaycanda sayca 5-ci sosial paket icra olundu və 3 milyon insanı əhatə etdi. Bu insanların əmək haqqı, pensiyası, təqaüd və müavinətləri artırıldı. Lakin pensiya hüququ olmayan insanlara verilən yaşa görə müavinətlərin məbləği dəyişmədi. Gələn il bu müavinətlər artırıla bilərmi? Millət vəkili Vüqar Bayramovun bununla bağlı təklifi var. Bu ilin sentyabr ayına olan məlumata görə yaşa görə müavinət alan insanların sayı 164.700 nəfərdən çox olub. Hazırda ölkəmizdə əmək pensiyası almaq hüququ olmayan, işləməyən pensiya yaşına çatan şəxslərə sosial yardım göstərilməsi məqsədi ilə aylıq 220 manat yaşa görə müavinət verilir. Bu məbləğ isə pensiyaçılar üçün nəzərdə tutulan yaşayış minimumundan 232 manatdan aşağıdır. Millət vəkili Vüqar Bayramov həm bunu, həm də sosial təminat tədbirlərinin genişləndirilməsini nəzərə alaraq yaşa görə müavinətin artırılmasını təklif edir. Yaşa görə müavinətin artırılması təbii ki, ona görə vacibdir ki, bu müavinəti 65 yaşı tamam olan vətəndaşlarımız alır. Adətən onların digər gəlir imkanları olmur və eyni zamanda həmin vətəndaşlarımızın həmin yaşda daha çox sosial dəstəyə ehtiyacı olur. Bu kontekstdən təbii ki,
yaşa görə müavinətin artırılması, həm də təbii ki, həmin vətəndaşlarımızın sosial təminatı baxımından vacibdir. Eyni zamanda nəzərə alsaq ki, təbii ki, büdcə və mövcud fiskal imkanlarımız yaşa görə müavinətin məbləğinə baxılması və artırılmasına imkan yaradır. Müavinətlərin yaşayış minimumuna uyğunlaşması sosial bərabərliyin qorunması baxımından da vacibdir. Millət vəkili deyir ki, indiyədək digər müavinət və təqaüdlərin artımını nəzərə alsaq, yaşa görə müavinətin məbləğinə də yenidən baxılması mümkündür. Sosial paketin miqyasını nəzərə alsaq və müavinətlərdə, o cümlədən sosial müavinətlərdə artımın da reallaşdırdığını nəzərə aldıqda yaşa görə müavinətin artırılması məqsədə uyğundur. Buna bağlı təkliflərimizi təqdim etmişik və güman edirik ki, yaşa görə müavinətə baxılması, artırılması fiskal imkanlar baxımından mümkün ola bilər. O kontekstdən təbii ki, profil dövlət qurumları tərəfindən bu təkliflərin araşdırılması, bu istiqamətdə addımlar atılmasını məqsədə uyğun hesab edirik. Məsələ ilə bağlı Dövlət Sosial Müdafiə Fondundan bildirildi ki, 2018-2025-ci illərdə aparılan sosial islahatlar çərçivəsində pensiya və müavinətlərin məbləğlərində ciddi artımlar edilib. O cümlədən minimum pensiya məbləği 3 dəfəyə yaxın artırılaraq 320 manata çatdırılıb. Bugün ölkəmizdə pensiyaçılar üçün yaşayış minimumu 232 manatdır və pensiyaçılara ödənilən pensiyanın minimum məbləği də onlar üçün yaşayış minimumunun 38% üstəliyir. Yaşa görə müavinətlər yaşa görə əmək pensiyasından fərqlidir. Pensiya yaşına çatan, lakin pensiya hüququ yaramayan şəxslərə sosial təminat sistemindən kənarda qalmamaqları üçün yaşa görə aylıq müavinət təyin edilir. Bu müavinətin məbləği də 2018-ci illə müqayisədə ötən dövrdə 3 dəfə artırılaraq 73 manatdan 220 manata çatdırılıb. Şəkərnaz Şahaliyeva, Rahib Səfərov, İqtisadi Zona. İqtisadi zonada hörmətli tamaşaçılar, bərk məişət tullantılarının düzgün idarə olunması ətraf mühitin mühafizəsi ilə yanaşı təkrar emal üçün xam mal yaranmasına imkan verir. Təbii sərvətlərə qənaət, eləcə də yaşıl iqtisadiyyatın inkişafı hazırki dövrün ən vacib çağırışlarından biridir. Ölkəmizdə bu istiqamətdə həyata keçirilən fəaliyyətlər və əldə olunan nəticələri studiyamıza dəvət etdiyimiz qonağımız Təmiz Şəhər Açıq Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sədr müavini Sabit Zeyniyevlə müzakirə edəcək. Axşamınız xeyirli olsun. Sabit müəllim, xoş gəlmisiniz. Xoş gününüz olsun. Sabit müəllim, təkrar emal, əvvəldə də qeyd etdiyimiz kimi müasir dövrdə yaşıl iqtisadiyyatın inkişafı baxımından ən vacib çağırışlardan biridir. Bugün Təmiz Şəhər Açıq Səhmdar Cəmiyyətinin təsərrüfat sahələrindən biri olan Balaxanı Sənaye Parkında hansı tullantılar təkrar emal olunur və hansı məhsullar bugün əldə olunur? İlk növbədə studiyanıza dəvət etdiyiniz üçün, eyni zamanda ətraf mühit məsələlərinə xüsusi diqqət yetirdiyiniz üçün sizə təşəkkürümü bildirirəm və qeyd etmək istərdim ki, Təmiz Şəhər Açıq Səhmdar Cəmiyyəti 2009-cu ildən artıq fəaliyyət göstərir və fəaliyyətə başladığı ilk gündən ətraf tullantıların idarə edilməsinin bütün zəncirini, bütün sikllarını əhatə edən layihələri yerinə yetirmişdir, həyata keçirtmişdir. Bunlardan biri də siz qeyd etdiyiniz kimi Balaxanı Sənaye Parkının yaradılmasıdır. Bugünə qədər Balaxanı Sənaye Parkının 27 rezidenti vardır. Bu rezidentlər əsasən kağız və karton tullantılarının emalı, plastik tullantıların emalı, PET qabların, yəni polietilen tereftalat qabların emalı, işlənmiş qida yağları, işlənmiş sənaye yağlarının, oduncaq ağac materiallarının emalı və digər materialların emalı ilə məşğuldurlar. Bugünə qədər Balaxanı Sənaye Parkında 1382 nəfər fəaliyyət göstərir. Ümumilikdə Balaxanı Sənaye Parkının ərazisi 10,15 hektardır və burada indiyənə kimi 56 milyon manat özəl investisiya qoyulmuşdur və qeyd etdiyim kimi həmin deməli rezidentlər müxtəlif fəaliyyət növləri ilə məşğuldurlar. O cümlədən Balaxanı Sənaye Parkında istehsal olunan deməli məhsulların dəyəri indiyənə qədər 384 milyon manat olmuşdur. Və qeyd etmək istərdim ki, bu məhsulların 30 milyon manatdan çox bir vəsait ixrac yönümlü olmuşdur və
Belarus Respublikası, Rusiya Federasiyası, deməli Gürcüstan, Qazaxıstan, Amerika Birləşmiş Ştatları, Hollandiya, İsveçrə kimi dövlətlərə deməli bu məhsullar ixrac edilmişdir. Və təmiz şəhərin operatorluğu ilə eyni zamanda nəqliyyat vasitələrinin utilizasiyası prosesi də həyata keçirilir. Bu fəaliyyət haqqında məlumat verməyinizi istəyərdik. Hansı mərhələdədir və indiyə qədər nə qədər nəqliyyat vasitəsi utilizasiyaya təhvil verilib, təqdim olunub? Qeyd etmək istərdim ki, deməli, nəqliyyat vasitələrinin utilizasiyası proqramı keçən ilin, 2024-cü ilin oktyabr ayından artıq fəaliyyətə başlamışdır. Fəaliyyətə başladığı dövrdən bu günə qədər 12936 deməli, nəqliyyat vasitəsi, yararsız nəqliyyat vasitəsi utilizasiyaya təhvil verilmişdir və həmin nəqliyyat vasitəsinin utilizasiyası proqramında Təmiz Şəhər Açıq Səhmdar Cəmiyyəti operator rolunda çıxış edir. İndiyənə qədər deməli 3 utilizator qeydiyyatdan keçmişdir və həmin utilizatorlar vasitəsilə 13 minə qədər nəqliyyat vasitəsi artıq utilizasiyaya cəlb edilmişdir. Nəqliyyat vasitəsinin utilizasiya proseduru NVU.gov.az portalı vasitəsilə onlayn şəkildə müraciətin ünvanlanması təşkil edilmişdir. Köhnə nəqliyyat vasitəsini utilizasiya vermək istəyən hər bir şəxs NVU.gov.az portalı vasitəsilə müraciət edərək nəqliyyat vasitəsini müəyyən edilmiş vaxtda utilizatora təqdim etməklə təsdiqləyici sənədini alır və həmin təsdiqləyici sənəd ona güzəşt əldə etmək hüququ qazandırır. Eyni zamanda həmin güzəştdən bir dəfəlik ödəniş kimi 70% qismində məbləğini bir dəfəlik ödəniş kimi Təmiz Şəhər Açıq Səhmdar Cəmiyyətinə müraciət etməklə ala da bilər. Məsəl üçün, indiyə qədər nə qədər bu proqramla nə qədər sayda nəqliyyat vasitəsi güzəştli şərtlərlə verilib? Nə qədər insan bundan yararlana bilib? Bu günə qədər deməli bir dəfəlik həm bir dəfəlik ödəniş alan vətəndaşlar var, həm də yerli yeni nəqliyyat vasitələri əldə edən deməli şəxslər var. Mən yerli nəqliyyat vasitələri ilə bağlı qeyd etmək istərdim ki, indiyənə qədər 644 yerli istehsal olan yeni nəqliyyat vasitələri satılmışdır. Biz burada məbləğləri açıqlaya bilirdik. Bir dəfəlik dediniz ki, əldə edənlər var və yaxud da ki, bunun əvəzinə avtomobil almaq istəyənlər var yerli istehsalda. Məbləği təxmini də olsa deyə bilirikmi? Məbləğlər indiyənə kimi hardasa bir dəfəlik güzəşt məbləği kimi bu 800 min manatdan artıqdır. Güzəşt məbləğləri isə burada 12 milyon manatdan artıqdır. Aydındır. Və nəqliyyat vasitələrinin utilizasiyası bütün ölkəni bildiyimiz qədərindən əhatə edir. Regionlarda vəziyyət necədir? Yəni orada da müraciət və maraq varmı? Günel xan, bəli, qeyd etmək istərdim ki, hal-hazırda Təmiz Şəhər Açıq Səhmdar Cəmiyyəti 3 utilizatoru reyestrdə qeydiyyata almışdır. Bunlardan biri Bakı şəhərində yerləşir, digəri Abşeron rayonunda yerləşir və üçüncü utilizator Gəncə şəhərində yerləşir və qeyd etmək istərdim ki, regionlarda utilizatorlara təhvil vermək istəyənlər həddən artıq çoxdur və vətəndaşlar rahatçılıq, yəni yaşadıkları ərazilərə yaxın olduğu üçün regionlara üst tuturlar və həmin ərazilərdə avtomobillərini utilizatorlara təqdim edirlər. Xüsusilə işğaldan azad olunan ərazilərdə sizin fəaliyyətiniz əhatələnir. Burada görülən işlər hansı mərhələdədir və burada xüsusilə bildiyimiz qədərindən belə deyək ki, sıfır emissiyanın tətbiqi prioritet olaraq götürülür fəaliyyət boyunca? Təmiz Şəhər Açıq Səhmdar Cəmiyyəti olaraq işğaldan azad edilmiş ərazilərdə 2021-ci ilin əvvəllərindən başlamışıq və işğaldan azad olmuş ərazilərdə işlər 3 mərhələdə görülməsi planlaşdırılmışdır. Birinci mərhələdə təcili təxirəsalınmaz tədbirlər görülmüş, ərazilərdə qalaqlanmış tullantıların hamısı təmizlənmişdir. Bəli. Bu mərhələ artıq bitmişdir. İkinci mərhələ qısa müddətli işləri özündə ehtiva edir və belə ki, müvəqqəti poligonlar belə inşa edilməklə həmin ərazilərdə tullantı konteynerləri yerləşdirməklə ərazilərdən tullantılar toplanır. Hal-hazırda bu iş görülməkdədir və müvəqqəti poligonlara deməli daşınır və orada zərərsizləşdirilir və üçüncü uzun müddətli mərhələdə isə sıfır emissiya çərçivəsində deməli uzun müddətli regional poligonların və ötürücü məntəqələrin yaradılması nəzərdə tutulmuşdur. Hal-hazırda bu mərhələyə artıq başlanılmışdır. Yaxın günlərdə Füzuli və Zəngilan rayonlarında artıq ilk ötürücü məntəqələrin tikintisinə başlanılacaqdır və eyni zamanda regional poligonların da inşasına artıq başlanılmışdır. Aydındır. Çox minnətdarıq.
Təşəkkür edirik ki, studiyamıza gəldiniz və suallarımızı ətraflı cavablandırdınız. Sağollaşırıq sizinlə Sabit müəllim. Təşəkkür edirəm. Sağ olun. Hörmətli tamaşaçılar, İqtisadi Zona davam edir. Gələn ildən ölkəmizdə də faizsiz bankçılıq tətbiq oluna bilər. İslam maliyyəsi hansı şərtlərlə işləyir? Birazdan. Gələn ildən bir çox müsəlman ölkələrində olduğu kimi Azərbaycanda da faizsiz kreditlər təqdim oluna bilər. Belə ki, ölkəmizdə İslam maliyyə məhsullarının tətbiqinə hazırlıq gedir. Bəs İslam bankçılığı necə işləyir və kimlər faydalana bilər? Dünya təcrübəsində vəziyyət necədir? Ətraflı növbəti sujetdə. Uzun illərdir müzakirə olunan İslam bankçılığı nəhayət gələn ildən fəaliyyətə başlayır. Bunu Mərkəzi Bankın Maliyyə sektorunun Dayanıqlı İnkişaf Departamentinin direktoru Rüstəm Tahirov bu həftə Bakıda keçirilən Halal Biznes Forumunda bildirib. Qeyd edib ki, hüquqi və tənzimləyici baza formalaşdıqdan sonra banklar müəyyən İslam bankçılığı məhsullarını təqdim etməyə başlaya biləcəklər. İqtisadçı ekspert Ruslan Atakişev deyir ki, İslam bankçılığı həm vəsaitlərin toplanması, həm də verilməsi baxımından daha xeyirlidir. Toplanmada belədir ki, insanlar ora halal yolla, İslam şərtləri ilə depozit yatırırlar. Bir növ belə bir banka ortaq olurlar. Bu adi şəxslər, pensionerlər, müəyyən yığımı olan belə deyək ki, işləyən işçilər aparıb İslam bankında pullarını qoya bilərlər və oradan da belə deyək ki, ortaqlıq şərti ilə gəlirlərini götürürlər. İslam bankçılığından vəsait qazanmaq, əldə etmək baxımından isə həm sahibkarlar, həm kiçik və orta sahibkarlar, həm belə deyək ki, adi şəxslər, ev almaq istəyənlər, bunlar da hamısı yararlana bilərlər. Yəni bank vəsaiti vətəndaşa ortaqlıq şərti ilə verir. Məsələn, əgər vətəndaş pulu biznes qurmaq məqsədi ilə alıbsa, əsas məbləğlə yanaşı biznesdən əldə etdiyi qazancının müəyyən hissəsini də müqavilədə göstərilən müddət ərzində bankla bölüşür. İqtisadçı deyir ki, İslam bankçılığı dünyanın 135 ölkəsində fəaliyyət göstərir. Ruslan Atakişev deyir ki, qonşu Türkiyədə İslam bankçılığının aktivlərinin həcmi 80 milyard dollardan çoxdur. Bəs bu sahədə hazırda Azərbaycanda vəziyyət necədir? Hal-hazırda Azərbaycanda artıq bir neçə bank tərəfindən İslam İnkişaf Bankının belə deyək ki, İnkişaf Korporasiyası və İslam Maliyyə və Ticarət Korporasiyasının xətti ilə müəyyən biznes vəsaitləri verilir, investisiya vəsaitləri verilir. Bu vəsaitlər əsasən dövriyyə kapitalın əldə olunmasına və bir də əsas vəsaitlər. Deyək ki, bu gündən hər hansı bir sahibkara avadanlıq, qurğu lazımdırsa onun alınıb 3 illiyinə, 5 illiyinə hissəsi ödəmə şərtindən verilir. Xatırladaq ki, ötən il Mərkəzi Bankın İdarə Heyəti 2024-2026-cı illərdə maliyyə sektorunun inkişafı strategiyasını təsdiq edib. Sözügedən sənəddə İslam bankçılığının inkişafı da öz əksini tapmışdı. Mərkəzi Bankın rəsmisi Rüstəm Tahirov qeyd edib ki, beynəlxalq təcrübəni nəzərə alaraq təhlükəsiz və mərhələli yanaşma seçilib. İlkin mərhələdə İslam bankçılığı məhsulları ənənəvi banklar daxilində İslam pəncərəsi modeli vasitəsilə təqdim olunacaq. Həmçinin bu məhsulların tətbiqi üçün hüquqi və tənzimləyici çərçivənin hazırlanması, mülki məcəllə, vergi məcəlləsi, bankçılıq qanunu və digər normativ aktlara dəyişiklik üzərində işlənilir. Mərkəzi Bank bu dəyişiklikləri bank sektoruna təqdim edib. Şəkərnaz Şahaliyeva, Fuad Hüseynov, İqtisadi Zona. Bu həftəlik bu qədər. Hörmətli tamaşaçılar, siz Azad Azərbaycanla Dövlət Vergi Xidmətinin birgə layihəsi olan İqtisadi Zona verilişini izlədiniz. Sağ olun, yenidən görüşmək ümidi ilə.